Əlzadə Elmira, qrafik rəssamım. Rəssam akademiyasını 3 dəfə bitirmişəm. Hal-hazırda da magistr olaraq təhsil alıram. Birinci ixtisasım Əzim Əzimzadə adına kollecdə kitab illüstrasiyası idi. İkinci təhsilim bakalavr olaraq. Birinci təhsili qırmızı diplomla bitirib, ikinci təhsili imtahansız qəbul olmuşdum. Orada isə plakat üzrə oxumuşdum. Üçüncü təhsilim, yəni magistrda da həmçinin qrafika sənətinin tarixi və nəzəriyyəsi üzrə oxuyuram. Hər kəsin bildiyi kimi hamı uşaq yaşından başlayır onsuz şəkil çəkməyə. Məndə də bu əvvəldən var idi. Sevirdim. Sadəcə sağ olsun valideynlərim heç yana yazdırmamışdı məni. Özüm üçün evdə çəkirdim və oxumamışdım da. 4-cü sinifə qədər oxumuşdum. Və sonra illər keçdi. Uzun bir müddət keçəndən sonra mən kollecə daxil oldum. Qəbul oldum kollecə, oxuduğum ərəfədə sonuncu kursda Paşoldingdə işləməyə başladım. Ondan sonra öz emalatxanamı açdım. Emalatxanamı açdıqdan sonra gözlədim ki, başqa nə edə bilərəm. Başladım divar rəsmlərini, balon qrafiti yoxdur, onlarla çəkməyə. Gördüm barmağımı hiss eləmirəm də, ondan sonra 3 barmağın 3də hiss olunur. O qədər gün ərzində basılı saxlayırsınız ki, onu güc düşür, keyir barmaq. 8 noyabrda da mən çox sevindim həqiqətən. Bayram günü idi da. Yəni hər kəs kimi mən də çıxmışdım. Hamı qışqırır, siqnal vurur, bayraq yerlədir. Onlardan biri də mən idim. Çox sevinirdim çünki. Orada mən artıq öz işlərimi nümayiş etdirmək istəyirdim, getmək istəyirdim, görmək istəyirdim. İcazə yox idi. Əlimi üzmüşdüm ki, yəni ora mənlik deyil də. O qədər görkəmli sənətkarlar var. Ora hara, mən hara. Mən təzə başlamışam. Bir neçə müddət sonra, artıq 4 il idi, səhv etmirəmsə, dəqiq yadımda qalmayıb. 4 ildən sonra, oranın abadlaşmasının 4 ilindən sonra mənlə əlaqə saxladılar ki, bəs yaxınlaşın Asgrup şirkətinə, bəs orada sizinlə danışaq, orada şəkillər çəkmək lazımdır. Yaxınlaşdım ora, elə söhbət orada da qaldı. Sonra əlaqə saxlamadılar. Bir neçə ay sonra yenə əlaqə saxladılar. Bu dəfə gedib baxmalıydıq ki, görək nə deyil, harda nə çəkilməlidir. Getdik, baxdıq, qayıtdıq, yenə eyni şəkildə məlumat gəlmədi ki, gedirsən, getmirsən. Müqavilə də imzaladıq. Yenə də bilinmədi ki, gedirəm, getmirəm, ta ki getdiyim günə qədər. Gedəndən sonra 2 inzibati binanı birinci dəfə elədim. Çox böyük çətinliklə yağış, günün istisi, bir gündə 4 fəsil yaşayırdıq. 1 saatda 4 fəsil yaşayırdıq. Yəni çox çətin bir proseslərdən keçdim Ağalı kəndində. Eyni xarakter Məmmədbəyli kəndində də yaşandı. Orada da hansı ki külək, işçilər, Ağalı kəndində o qədər adam, ümumiyyətlə adam yox idi, sadəcə sakinlər idi. İş prosesi bitmişdi, mən son momentində getmişdim. Amma açılışa az qalmışdı da, təkcə yer asfaltlanacaqdı, örtüyü falan olmalıdır və salam. Məmmədbəylidə dəhşət bir şey. Bütün gün orada beton maşınları gedir, kamazlar gedir, daş tökülür, torpaq tökülür, yer qazınır. Nəsə də, yəni faciəvi bir şəkildə işimə çox mane olurdu. Çünki düşünün, külək tuneldəyəm, külək üzü soldan sağa vurur. Orada qumla işləyirlər. Mala qarışdırırlar. Mən də burada durmuşam üzbəüzdə, o qumu qaldırır, töksün, bütün qum gəlir mənim bütün nəfəsim, gözüm, hər bir şeydə, yəni toz torpaq içində gedirdim. Sular kəsilirdi orada, axşam saat 9-dan sonra su olmurdu. Müvəqqəti olaraq dayandırmışlar, iş gedirdi deyə. Yəni çox çətinlik çəkdim də. Ağalıda o qədər çətinlik çəkmədim, sırf hava ilə bağlı idi problemim və salam. Amma Məmmədbəylidə 40-41 dərəcə isti. O istinin altında, hündürdə adi biz yerdə olanda istiyə dözmürük. Hündürə çıxanda görünür ki, necə isti gəlir də adama. O çətinliklərlə mən Məmmədbəyliyini də bitirdim. Binaların üstündə eyni şəkildə gül çiçək çəkdikdən sonra keçdilər tunelə ki, tunelə də nəsə olmalıdır. Bunu da qeyd edeyim ki, bütün Zəngilanda olan işlər, hansı ki binadır, tuneldir, inzibati binalardır, onların hər birisi öz ideyamdır. Orada Xudafərini mən canlandırmışdım. Qız var Xudafərinin üstündə, bayraq geyimində, yanında əllər, əllərin içində torpaq, yaşıllıq, üstündə silüet şəhidlər. Yəni şəhidlərimizi silüet kimi orada göstərmişdim mən. Çünki heç bir anaya, bacıya, qardaşa haqsızlıq olmasın deyə. Sabahsı gün o tuneldən keçəndə bəs mənim yaxınım, bəs mənim qohumum, bəs mənim yoldaşım, qardaşım, evladım deməsinlər deyə tək bir silüetlərini vermişdim orada. Tək Topçu Vüsaldan başqa. Topçu Vüsalın özünü o qədər də tam canlandırmamışam, yəni oxşamır özünə deyərdim. Amma üz vardı orada, bunlar da sırf qaradır ki, heç kəsə haqsızlıq olmasın. Onlar mənə deyirlər ki, bu bina boş.
bina göndərirlər ki, bu binanın üzərinə çəkilməlidir. İlk baxanda mənə vətənpərvərlik ruhu gəlir də, deyirəm Qarabağdasansa ora bayraqlı qız çəkməlisən, dağın üstünə qalxır, saçı, bayraq dalğalanır. Necə gözəl görsənərdi orada. Amma gül çiçək, okey, gül çiçək də gözəldir. Nəyi pisdir ki bunun, adamın ürəyi açılır. Amma o ruhu insanlara datdırmaq lazımdır, aşılamaq lazımdır. Bu işlərdə hamı məndən kvadrat istəyir, kvadrat soruşur ki, yəni bu işi kvadratına görə çəkirsiniz, yoxsa necə? Yox, kvadrat deyil, kafel deyil, ya nəyinsə ölçüsü deyil. Bu sırf sənətdir, sənətin çətinliyinə, yəni şəklin xırdalığı. Xırdalıq deyəndə nə nəzərdə tutulur? Şəkildə atdır. Atın üzündə naxışlardır, bədəndə hansısa bir teksturadır, çəkilirsə, ətrafında evlərdir, şəlalədir. Bu işin ucu çətinliyidir, xırdalığıdır. Amma yox, sadə olursa, siluet formada olursa, onda qiymət tam fərqli olur. Bir də həcm var. 2-nin 2 ola bilər, 1-in 1 ola bilər, amma minimum çalışmışam 2-nin 2 ölçüləri götürüm. Çünki balaca olanda şəklin effekti o qədər də gözəl görsənmir. Yeni başlayanlara öz üstünüzdə işləyin. Mən həmişə yeni başlayanlara çox dəstək olaram. Kimə də nəsə lazımdırsa öz biliyimlə, öz sənətimdən, qrafikadan ən əsas onları sevə-sevə bölüşməyə hazıram. Başda anam, sonra dayım, sonra Asəf müəllim. Bu üçünün sayəsində mən bugünkü gün burada sizə müsahibə verirəm.